Hele bir de şey için. İşte Allah haqqı qəşəng qalır. Bax hələ tünd Sen rəngdir. oradan qalmayasan, bir həftə qalassan. Ki? Allah haqqı pis görsənmir axı. Vallahi dədəmin də pis görsənmir. Deyil görməz. Baxın qızlar, baxın. Mən bunu belə eləyim. Bax bu renk. Bax. Hamısını yapabilir onların. Yox, yazıblar yox. Gözləyin onda. Hı. Bu tünd renk. Bu tünd renk yazıblar yox. Yox. Bunu bəyənmədim. Bu kızlar, bu da saçımın renginde olandır. Bak bu öz saçımdaki renktir. Bakın. Bu öz saçımdaki renktir kızlar. Bir dənə baxın. Yoksa bu bak öz saçımın rengindedir. Hal-hazırda saçımda olan renktir kızlar. Peki bu qəşəngdən. Bu ay kız hər hamı bunu deyir ayısı. Saçımın yanıqlarını kəsərsən. Onu süpürə kıracağım onu. Hə, isi hamı bunu deyir Allah haqqı. Bax. Bu yazıblar. Bu yazıblar. İsi vallahi hamı bu yaz. Qızlar göstərirəm yenə də hər ehtimala qarşı yenə də göstərirəm. Yoxsa bu vəxşi bəyənmədim mən bunu. Allahın adına olsun. Peki bunu eləyək, isi. Peki bunu eləyək. Peki bunu eləyək bacı. Peki ağası oğlan gələr bacı. Peki gələr bunu eləsəm bəxtim gözəl olar. Bu da özün sən. Peki bunu eləyim. Yox. Yazıblar yox ya. Sonra da işim gəlməzi bacı. Sonra bir dənə də bu renk var kızlar. Bir dənə də bu renk var. Bu da çox gözəl renkdir. Peki buna baxın. Sən insanın eləmə yazıblar. Mən yazıblar bacı. Bir de bu var kızlar. Bakın. Bir de bu var. Aha. Bir de bu. Necədir bu? Bir defa koydum. Spartik'in hardan da Güney Ticaret'ten 35 manat almışım. Güney Ticaret'ten 35'e. Ha? Ha. Pis. Hə, neyse oraya eləyərsən aşkım. İzləyicilərimi mən çox sevirəm. Onlara güvənirəm. Deyirlər buraya gələ bacı. Düz istəyirəm amma düppələm düz. Yaxşı aşkım. Bax, bu renk. Hə. Saçım ama qırmızılıqdır da, onu düzəldəcəksən də, hə aşkım? Axırda olmuş rəng qoyaq. Hə. Çünki buna bu fərqlidir. Baxın, bu. Hə kızlar, bu. Əla yazıblar. Təbii göründü, əla, bu, super, bu çox yaxşıdır. Daybəsti, bezdik, biraz uzun yoxdur, uzun istəmirəm bu dəfə. Bu dəfə uzun istəmirəm, çünki paltarları təqdim eləyəndə qızlar, kofta göstərirəm, düşür burama, koftanın belimin incəliyi zad da görsənmir. İstəmirəm, bu dəfə qısa istəyirəm. Hə, əla. Çox gözəl, hamı bunu tərifləyir, isi. Bu sizin rənginizdir, belə qəşəngdir. Hamı bəyəndim. Arada mənə 30-dan da atılacaq. Şu onda. 50 manat atılacaq. Baxın. Bu həftə tutarsan. Tutarım sən deyəndə mənə atılacaq. Çox qəşəngdir, əladır. Şu. Bunu bəyəndim. Bunu eləyiyoruz. Əla. 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 Hamı əla yazıb bacı. Bu təbii görsənir. Ama elə bir saçımın ucu şey olmasın ha. Yaxşı. Bildin də doğru. Yaxşı. Alay bacı. Tut bunu. Onu. Düşün. Getdim. Bunların rəngini dəyişin. Bu mənə yaraşır. Bu mənə yaraşır, hə? Bu nədir? Öz saç rəngin. Viska, ay can. Bəsdir. Salam, necəsiz? Saç kəsimindəki saçımı kəstirməmişəm amma yəni atma da bunu. Hansı? Bu birlərə baxdırır da tərəfə bu tərəfə. Sonra saç biraz. Öz saç rəngini, karışım rənglədir, nə bilim. Yarazlara qız vermək olar, hə, niyə vermək olur bacı?
Qız alsan vapşa xoşbəxt olarsan. Çünki ömrünlərinin sonuna qədər qızlarına baxırlar onlar. Valla uşaq anadan olur, uşağın bütün əyin başına alırlar. Məktəbə gedir, bütün hər şeyini edir. Ərə gedəndə ceyizini də alır. Çünki özümüz yer azıq bacım. Yəni onun nəzərə mütləq alın qızlar. Mütləq. Gülürlər burada. Siz haralısınız? Sırasız. Bizimkinden almayı. Ay Allah, sevirəm də talışlar. O değil, hem şu Allah Allah'ı da okuyorum. Hə. Allah ölürəm talışlardan. Çox sevirəm sizi həqiqətən də. Orada değil. Mən də sizi çox istəyirəm. Hə. Yarası, sən anam qatanlı idi. Okuyorum işte. Allahın adından olsun kəstirməmişəm saçımı, and ola Allaha. Saçım qaynaqda uzanıb da belə olub. Qız uklatqan qəşəng eləyib. Quran haqqında indiyənə qədər belə uklatqa görməmişəm də. Yəni uklatqası möhtəşəmdir. Tamam, çok hoşuma tutuyor. Çox gözəl, Allah. Bizə quşları dənə-dənə qalır. Birəndən eləyib uklatqa. Hə, çox gözəl. Mən çox yerdə uklatqa eləyirəm də, çox yerdə. Amma ən çox bəyəndiyim desəm ki, o qızın uklatqası idi. Çox qeyri-adi uklatqa. Ucları belə döndən qaldı. Çox qəşəngdir. Buradakı qız eləyib, hə. Keratin elədi, sonra da uklatqa elədi də aşkım saçımı. Mən yapışqan saç sevmirəm axı. Ona görə dedim biraz push nə elə saçıma. Deyir, yəni evdə alırlar, kürəkənə maşın da alırlar, produktunuzu da eləyirlər, hər bir şeyinizə baxırlar, uşaqlarınıza da baxırlar, axırda da ərə verirlər, evləndirirlər, ceyizini də alırlar, o birisini də eləyirlər, bu birisini də eləyirlər. Sizi çox sevirəm. Allah canınızı sağ eləsin. Hə. Düzdür. Hə, çox sağ ol ürəyim. İnşallah yaxşı olar. Dedim, biraz uçlarını kəstirəsən saçını qoysun, yaşasın. Göyçəlilər çox savadlı olur. Göyçəlilər möhtəşəm olur. Göyçəlilər ailə canlı olur. Göyçəlilər savadlı, bilikli, hamda bir yerdə işləyirlər onlar. Super. Göyçəlilər super adam olur. Super. Ailələrinə də super baxır. Hər şey super olur onlarda. Göyçəli deyəndə yəni axan sular durur da yəni. Tovuz ətrafımda yoxdur, tanımıram, yalan danışaram. Göyçəliyəm yazıb, can. Düz deyirsən, bəli, düz deyirsən. Hoş geldiniz. Dünəndən bəri hamı sənin uklatqalarlar, xəbərim var. Quran haqqı. Yedinki uklatqa eləyəm desəm, deyərəm sənsən. Çok sağ olun. Necəsiniz? Beşinizi gətirmişəm. Alberti bacı sizin də işlərinizi gətirmişəm. Ne güzel, ne güzel. Sevmiyorsun sen. Üzerine düştük. Aynen. Gel. Saçalım. Söyle neyi bulacağım? Ay kız, deməli bura nə ilə gəlmişəm? Ona baxıram ki, ticarətin işlərini götürüb gəlib burada satıram bacı. Alver zəifdir. Yanvar ayı olduğu üçün, Alver zəif olduğu üçün gətirmişəm burada satıram. Mənim atamın anası Cəllabadlıdır da, bir suyumu ora çəkmişəm bacı. Deyirəm ki, mənim atamın anası Cəllabadlıdır da, atası Baskalıdır. Deyirəm çəkmişəm Cəllabadlıdır. Aygün adlı kız var burada. Bəli. Sensən? Hə, yazıblar oradakı qızın adı Aygündür. Silet yazıb ki, canım Aygünüm. Yəqin kimsə tanışdı Aygün. Hə, tanış. Hə. Şeyde, ustad o da. Hə. Adı məşhur Olan isimdir. Onlar tanışdığım Ay ise. Kızın adı yazma. Dırnaq ustası lazımdır, buraşqam. Olsun. Ay bacı, hər zonanın yaxşısı da var, pisi də var. Mən nə yaza bilərəm? Amma mənim anam gül qafanlıdır, arvada super baxırlar onlar. Arvadı qoymurlar işləməyə. Arvadın qabağında qulluqçu olur. Yəni elə baxırlar arvadlarına. Valla, yəni mənim anam güldə qafanlıdır. Mən necə deyim, sözün düzün deyim ya. İndi məni bəyənməyəcəksiniz mən sözün düzün dediyim üçün. Amma neyim, gerçəklər budur da.
Yadigar, xoş gəlmisən. Çox sahnədə çıxamsınız bəcəsiz. Onlar öz pullarını qazanan olurlar, zəhmətkeş olurlar, daşdan pul çıxardan olurlar. Kəsib görə bilmərsiniz. Retki olar, retki. Retki, nə bilim. Şükür yaxşı olursunuz. Canımsınız. Saçın rəngində də Allah haqqı bilmirəm. Aksafalı tanımıram. Çox sağ olun, xoş gününüzə gələk. Çox sağ olun, Yadigar müəllim. Allah qorusun yarasları, amin. Allah talışları da qorusun, talışları da deyil. Bizim səsimizi kəsən əllərimizdir bacım. Ona görə. Uşaqlar da yaxşı olurdu. Min şükür, yaxşı olasınız. Oldu canım mənim, ötürəm sənin ürəyim. Çox yaxşı. Sağ ol, sağ ol. Qızlar, onlar ekranları tıklayın. Gəlmişəm İsmət saç qaynaqlarına. Qızlar, bilirsiniz ki, artıq bir neçə ildir mənim saçlarımın tək ustası İsmət saç qaynaqlarıdır. Saçlarımı qaynaq elətdirirəm. Bacı, Akstafa tanımıram, yalan deyərəm. Akstafaları tanımıram, yalan deyərəm bacı. Allah haqqı kəsməmişik. Saçımı kəsməmişik, and ol Allaha. Saçım qaynağın altında uzanır. Elə gözəl ukladqa eləyib. Bir də uclarına baxın, dəmdən qalır. Allah haqqı saçımı kəsməyiblər. Saçım uzanıb şeyin altında da, qaynağın altında uzanıb. Ukladqanı gözəl eləyib. Qızlar, əslində ukladqa da deyil, molekülər düzləşmədir. Sadəcə olaraq abyon verib saçıma. Çox gözəl ukladqa eləyib. Adı Aygündür xanımın. İsmət saç qaynaqları. Gözəldir. Hə, Şəfəq, elə qəşəng eləyib, səndən yaxşı olmasın. Özü də yaxşı qızdır. Çox qəşəng eləyib də ukladqanı. Buna bax, saçımı kəstirməmişəm, Şəfəq. Buna bax, şeyin altından çıxan saçdır. Buna bax, gör necə gözəl eləyib. Gələcəm sənin yanına da. Görürsünüz, qızlar. Çox qəşəngdir, hə. Hava feni ilə abyon verib, bir dənə qabağına. Bir dənə qabağına, arxasına yox, qabağına abyon verib. Heç böyle olmadı. Bir de bana düşüyor. Əlini vurma, indi yuyacaq onsuz da saçımı, qaynaq qoydururam. Rəngi, aşkım, keratin elədiyi üçün rəngi açılıb saçımın. Dola Allaha, saçımı bilirsiniz də, keratin eləyənlər bilir ki, saçına keratin qoyanda 2 ton, 3 ton saçı açılır da. Mənim də saçım 2-3 ton açılır. Salam. Düzdür, dırnaq etmişsiniz. Və görürsünüz, bilirlər də, saç keratin eləyənlər bilirlər. Bu spartimlini hardan almışsan? Bacı, bu spartimlini gilir. Bu arada spartimlini gilir almışım. Kimsə sonra gətirirlər. 35'e qızlar. Abiyoma əladır. Hə, çox qəşəngdir. Yox. Sarı saç xanımdır usta, hə. Odur. İsmət saç qaynaqları. Nə gözəldir. Şəfəq, çox sağ ol bacı, qurban. Abisi, dırnaq necədir? Dırnaq da var. Dırnağınız var hə burada qızlar? Neçədir dırnaq qaynağı? Yoxdur. Yoxdur. Dırnaq qaynağı yox olmuş burada. En çok burada saça ait şeyler var. Canım, çok sağ ol. Bizi keratini kim edib? Aygün xanım. İnşallah ərə gedərik bacım. Allah bizə xeyirli qismət nəsib eləsin. Gözəl yerdən qapımızı açsın, gözəl insanlarla qarşılaşdırsın. Amin inşallah. Yaşın önəmi yoxdur bacım. Hə. Mən belə bilən şeydir. Çünki birgə nigah zamanı aldığı üçün qanunlar var da, bacı bölünür o. Bilmirdiniz onu? Birgə nigah zamanı alındığı üçün qanun bölür evi. Bacı, qurban olsun sənə. Hə, salam həyatım, necəsən ürəyim? Keratin neçədir? Mənim saçım boyda saçınız varsa, bax bu saç boyda saçınız varsa, bir də mənim saçım qalındır. Əgər bu qalınlıqda, bu uzunluqdadırsa 120 molekülər düzləşmə. Yox aşkım, utanmadım. Ünvan hardadır? Nərmanovda. Rəssamlıq Akademiyasının arxası Çeçenlərin binasına üzbəyir. Zədəgən gözəllik salonu bacı. Gəlirsiniz bura, saçlarınızı düzəldib çölə çıxanda olursunuz Zədəgən.
Ayrı salam deyil. Vəzifə xanım var burada. Burada Vəzifə adında xanım var. Hə, salam deyirlər ona, o kimdirsə. Kim var? Sağ olsun mən. Hə. Hə, Vəzifə. Vəzifə xanıma kim salam deyirdi bacı? Deyən görün. Yok. Hə, mətbəxdəki xanımlar. Samirə xanım var. Burada Samirə adında xanım var. Yoxdur bacı, ağ eləməyin. Öpürəm səni. Ya tutuyor resmen Sami'lerle ki. Hə. Bence görüm. Biraz. Şöyle yapmayacağım. Bak şöyle. Kaske de bakıyorum. Sesini biraz geç geldim. Gəl. O saçın öz rengi. Ona ver. Bildirlər, de belə. Oldu belə? Ama sen saçını oturtun. Hələ belə istəyirlər. Hələ bundan da. Yok tamam. Mana. Bunu istəyirəm. Hə, qızlar bunu qoyum da. Hə, bunu dediniz də yaraşır. Bunu. Qızlar bunu bəyəndiniz. Bilən tez olun, saçı düzəldir çünki. Bunu bəyəndiniz də, hə qızlar? Hə yazıblar. Hə, bunu. Bunu, hə. Belki kuramayı. Hele ağzını katın kaşlarını da almışsın. Bunu qızlar. Aha, bunu. Hə, bunu deyirlər bacı. Bunu bəyəndilər, hə. İsi bunu deyirlər, isi. Şu. Bu qəşəydir də, hə, bacı? Şey hazırlar ayrı yiyeceğim. Dedik də, hə, yaxşı. Ayşe, saçının forması nədir? Allah haqqı bilmirəm, Kur'an haqqı bilmirəm saçımı. Ay, biz mənim saçımın forması nədir? Ay, gördəydik. Rivanka bacı. Hə, uzun eləməyəcəm qızlar. Bax, belə uzunluğu bu boyda olacaq. Belə qısa yaxşıdır məncə. Saçımı qoydurum. Axşam da gedim hardasa oturum. Belə qəşəng. Bəzənim düzəlim. Bəlkə saçım mənə düşdü bacı. Olmaz. Bu mənə süper yaraşdı. Özüm də çox bəyəndim. Çox bəyəndim. Amma dünənlərim bunu istəyirdim qızlar. Dünənlərim bunu istəyirdim amma. Dünənlərim bunu istəyirdim. Kız bu da qəşəng bir şey. Dünənlərim bunu istəyirdim. Yox, işte. Qəşəngmiş. Bunu yazıblar. Bütündür yazıblar. Yok. Kara. Biraz Hə, bu tündə. Hə. Yox, bu tündür. İsi bunu heç kim bəyənmədi. Dedi tündür bu. O direkt. 300 yığırsan da ha, hoş qalmaz elə. Ha, bağcı. Hə. Tarix kitablarında keçmişin kişiləri başlarına sarı qoyurlar. Ona oxşadım. Allah haqqı buruq deyirdilər tarix kitablarında. Görmüsünüz də yəqin ki. Yaz, ne biter olmaz. Ne biter olmaz. Ay kız, buruq saçdan çıxmışam. Buruq saç deməyim mənə, buruq mənə deməyim. Düz elətdirirəm. Bu mənim əvvəlki saçımdandır qızlar. Qoydurmuşdum buruq saç. Bu mənim əvvəlki saçımdandır buruq. Buruqu bezmişəm bu saçdan şey. İllərdir eyni saçı qoyuram. Bir dəyişiklik elə də. Bəlkə düşmür sənin.
Bu əvvəlki saçımdandır mənim. Gelmiş təzə yox. Ha? Bu mənim əvvəlki saçımdandır. Ayca bu bolsu. Bizim eyni şey qoydurmaqdan. Baxın. Yar saçlarım lülə lülə yazıblar süperdir. Əladır yazıblar, əladır, pisdir yazıblar. Pisdir. Düz olsun. Hə, bu dəfə düz eləyirəm. Bu dəfə düz eləyirəm. Hə, bəyənməzdim. Beysin bu saçlar, eyni saçlar nə qədər qoydururlar. Aha, bunu qoyduruq. Buruq var sonra qızlar, belə bir buruq var. Buruq saç var belə. Yəni, düz yaxşıdır. Belə bir buruq saç var. Az şey. Pasi deyirəm, bir pasengi. Biraz sana sıcaq hələ. Sən neresi değişikliği var ama bilmiyorum. Qadın Makyajsız. Yox, saçını zaten mən görmüşəm də onu. Güzel o. Topuz başı oxşadı, nə belə də. Evet, hamilələrdən sən da. Ay baba! Yazıklar Allah, ay kız yavru. İşin başı kimi. Mənim diaqnozda çıxır. Ay kız, öz saçım. Oxşuyurdu da deyirəm səndə nəsə dəyişikliyi var, o da öz. Ay Allah. Buna Hə, bayılsın. bəs mən deyirsən odur. Mən də o... Ay kız. Yar saçlarım yüle yüle. He güzel. Ben Zehir ve Beden olarak konuşan aşkım. Zehir ve Beden. Yarında var. He kızlar kafe içmiyorum yok. Çox xoş şeydir. Oturmuş böyle şey. Çok iyiymiş. Biraz ne üçüncü geyik. Çok ciddi restoran. Sen sevmiş. Azarcım da. Hə, gedəsən öyle aynı. Kız bir sürü yemiş. Bir de bir yere. O da üşümürsən. Allah hiç sevmiyorum da kısa saçı. Üşümürsən mi? Yo işte güzel. Ben de abonalıyım. Ama bir şey üşümürəm. He ayda biri ne güzeldi. Doktun deyirsən bacı. Göz kullanamaz. Saçımın rengi keratinde açılır aşkım. Renk koymamışam. Allah ne işin ki. Onun şimdi yalnız bu geçer. Kıza ekrana tıklayak bir dənə. Mətəbə tıklayak. Tık 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 tık. Şimdi ne? Ne inirəm aşkım ona özüm yanmıyorum. Ne bileyim yaxşı düşəcək. Ben sakin. Aa, ne geçeymişəm mən bacı. İşıqlı günə çıxasan. Gördünüz? 14 fevral düşerli olur. Az Allah ağzınızdan eşitsin. Amin deyin ay bacı. Ahmetler de diyor. Sağ olun. İnşallah çıkar. Öyle verim. Bu hava olmaz. Amin deyin de az. Amin. Sağ olun. Düşerli olsun. Saçım yeni saçım ben düşsün. Uğurlu olsun, düşerli olsun. Saçım mənə uğur gətirsin. Sizdə saç nəyə gətirsin? Səncə uğur istəyirəm. Uğur gətir mənə, şans gətir. Hə, bacım. Belə sevirəm də mən, neyim ay bacım? Belə dağılını sevirəm saçı. Gör necə oturaq bölübü, dünündən bəri oturaqdan dağılır. Kiprüsəsi kimi məsələt görsən, bax, mən getdiyim icablı xanım da evinə gedirəm, gözəl deyil. Hə, ay bacı, deyil, azadik. Ay bacı, nə var ərdə? Az mən ərə getmək istəmirəm, mən sevdiyi istəyirəm. Çox gözəl, gözəl gülməyəsin. Az mən ərə getməyəm, qələt edəyərəm ərə gedərəm. Hə.
yeni bir iş, yeni bir aşk. Belki o mahnıyla çəkmez. Saçıma koyandan sonra yeni bir saç, yeni bir iş, yeni bir aşk. Belki elə bir video çəkib paylaşım. Siz də çoxlu like edin, yaxşı bacı. Şimdi böyle biraz böyle dağınır. Deli sol gösteren. Yeni bir aşk. Kızlar gözümün linzasını rəngini dəyişmişəm. Necədir? Burnum qaşınır. 2 gündür burnum bilirsiniz necə qaşınır. Sizcə niyə qaşınır? Deyirlər ki, darıxanda qaşınır. Kimsə sənin üçün darıxanda burnum qaşınır. Elə deyirlər. Yeni bir aşk, yeni bir iş. Bana yeni bir aşk lazım. Yeni bir iş lazım. Eşk lazım. Aşk lazım. Alergiyadan sən demir ki, darıxırlar sənin üçün. Deyir şeydir, alergiyadır. Adam deyir ki, sənin üçün darıxırlar. Sənin üçün kimsə bərk darıxır. 2 gündür, inansa 2 gündür burnum qaşınır. Görsən bu mənə necə çox istəyir Elya xanım. Gözəl Elya xanımı. Allah canı say, Allah səni xoşbaxt eləsin. Ucu qaşınırsa sən darıxırsan. Ucu qaşınmır, burası qaşınır. Qaşınma, burnum burası da qaşınar. Ay bacı, pul elə şirin şeydi ki. Ay Zəfər ama pul elə şirin şeydi ki. Allah'ım olsun. Salam, necəsən? Salam. Hoş gəlmişsiniz. Necəsiniz kızlar? Hoş gəlmişsiniz. Salam. Saçımı koydurmaya geldim ha. Kızlar gelmişim İsmet saç kaynaklarına. Can, hoş gelmişsiniz. Can. Kızlar birazdan yine canlı açacağım. Telefonumu zərərətdə qoyum. Saç qaynağı eləyəndə yine canlı açacağım. Yaxşı burada olarsınız. Uzağı yarım saate buradayım. Girersiniz təzədən.